Kirayə qaldığımız evdə həm dərin təmizlik, həm də dəyişiklik edirəm. Part 5. Keçən vlogda bilirsiniz ki, yataq otağının təmizliyinə başlamışdıq. Bugün isə həmin təmizliyin ardını paylaşıram sizlərlə. Bu vlogda daha çox əşyaları səliqəli formada yerləşdirəcəyimə görə düşündüm ki, sizlər üçün öz təbii səsi ilə daha maraqlı olar. Ümid edirəm videonu izləyərkən sizin də əsəbləriniz sakitləşdi. Nədənsə bilmirəm, belə videolar hər zaman mənim də xoşuma gəlir. Bugünkü vlogda bu qədər, növbəti vlogda isə yataq otağımıza bəzi dəyişikliklər edəcəm. Nəticə maraqlıdırsa izləməyə ala bilərsiniz.